Benim kanalımın seyircileri. Yeni il şənliyinin keçirilməsindən tutmuş adi davranış qaydalarına kimi beynimə yüklənmiş proqramlardır başqaları tərəfindən. Hətta yolkanın bəzənilməsinə kimi, başında ulduzun olmasına kimi simvolikdir bu, İsanı tərənnüm eləyir. Mən yeni ili ürəyimizdən salmaq üçün demirəm. Yani bütün adət-ənənələri kimsə öz maraqları dairində yükləyib beynimizə. Yolka belə qoyur, üstünə belə ulduz qoy. Çox adam heç simvolizmə getmir, başa düşmür ki, onlar nədir. Necə ki, bizdə Novruz bayramında şəkərbura, paxlava, qoğalı hamı hələ qida kimi qəbul elədiyi kimi, onun etmologiyasına, xırdalığına getmir ki, ateşpərəstlikdən qalma ayparadır, günəşdir, ulduzdur. Yolka da eləncə. Sözümün məqsədi yolka barəsində filan deyil. Əgərləri ki, bütün telefon da almalıyam, işlətməliyəm, daim rabitədə olmalıyam. Telefon fərdi rabitə vasitəsidir. Mən daim Sivaskada olmalıyam. Bunu mən beynimə yeridiblər. Mənim sözümün canı odur ki, bu bayramı özün ürəyin istəyən kimi keçir. Kakoy yolka bəzəmək, yolkanın başında xaravod getmək, nə bilim neyini, ürəyin necə istəyir? Bax şükür Allaha oturmuşam çay qabağımda, var iynə qabağımda, ürəyim belə istəyir. Ürəyim istəyəcək, gedəcəm çölə, baxmayacam şaxtıya qara, gedib oturacam çöldə qarmaq atacam. Vacib deyil ki, sən hansısa şablonlara uyğun, belə eləməlisən, elə eləməlisən, belə görünməlisən, belə oturmalısan. Özün ürəyin necə istəyir? Özün yeni ili necə keçirir? Bəlkə sən kalabalıqda yox, təklikdə keçirmək istəyirsən, özünə. Özün ola bilsin, sən bir dənə əkdiyin ağacın yanında gedib durarsan, sənə daha çox xoş təəssürat yaradar. Və yaxud da ki, əzizlərimin qəbrini ziyarət eləyərsən, daha xoş təəssürat yaradar. Məscidə gedərsən, daha xoş təəssürat yaradar. Və yaxud da heç mən təsəvvür eləyə bilmədik ki, mən deyim, özün ürəyim nə istəyir? Özün ürəyim necə istəyir keçirmək? Bütün o tədbirlər filan hamısı qıraqdan vuruş itilini, şablon, standart, səni yönəldirlər ki, belə ol. Bəs özün ürəyin nə istəyir? Bu qədər.